Salam dəyərli izləyicilərimiz, özünə şəxsi tikili ev axtaranlar ekrana yaxın əyləşin. Bugün sizlərin qarşısına möhtəşəm bir evlə gəlmişik. Xırdalan şəhərində 3 otaqlı. Burada yerləşir evimizin qonaq otağı. Geniş qonaq otağı var. İsitmə sistemi kombidir. Kombi quraşdırılıb hazırdır. Evimiz illər öncə inşa edilib. Sadəcə təmiri bir müddət var ki, yəni təmir olunubdur. Bir ilin təmiridir. Çox gözəl bir evdir. Fundament beton karkazdır. Cütdaşla inşa edilibdir. Yerdən hündür kürsülüdür. Videonun sonunda həyətlə də sizi yaxından tanış edəcəm. Deməli, bir qonaq otağı. Burada yerləşir sanitar qovşağı. Sanitar qovşağı da genişdir. Aksesuarlar quraşdırılıb hazırdır. Burada yerləşir belə bir ailə otağı. Bu otaq da geniş ölçüdədir. Qazı suyu işığı daimidir. Mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Ən önəmlisi isə sənədi paket kupçadır. Torpağın da evin də kupçası tam hazırdır. Dövlət ipotekasına yararlıdır. Burada isə yerləşir ikinci yataq otağı. Yəni gördüyünüz kimi geniş ölçüdədir. Evimizin təmirinə, tikintisinə isə söz ola bilməz. Burada isə yerləşir evimizin mətbəxi. Geniş mətbəxi var. Rahat şəkildə oturmaq üçün yeri də var. Mətbəx mebeli də yığılıb hazırdır. Yəni satışda belə evlərimiz çox az hallarda olur. 79.000 manata təklif olunur. Sənəd torpağın da evin də kupçası tam hazırdır. Dövlət ipotekasına yararlıdır. Həyətlə də sizi yaxından tanış edəcəm. Burada isə yerləşir evimizin həyəti. Gördüyünüz kimi belə bir həyət var. Bir avtomobil rahatlıqla yerləşər. Fundament beton karkaz cütdaşla inşa edilibdir. Yerdən 9 daş kürsülüdür. Kombisi quraşdırılıb. Pit minutka əlavə olaraq quraşdırılıb hazırdır. Buradan zirzəmisinə keçidi var. Zirzəmdən də rahat şəkildə istifadə olunur. Gördüyünüz kimi belə quru, hündür zirzəmisi var. Məktəb, bağça, ticarət obyektləri evin 50 metrlik məsafəsində yerləşir. Prospekt yola yaxın bir məsafədə yerləşir. Sənədi kupçadır. Torpağın da evin də kupçası tam hazırdır. Dövlət ipotekasına yararlıdır. Real alıcılar buyurub müraciət edə bilərlər. Real alıcıya qiymətdə endirim nəzərdə tutulub. Videomuzu izlədiyiniz üçün hər birinizə təşəkkür edirik.